2014-cü il yanvarın 1-dən Azərbaycan məhsullarının Avropa Birliyi ölkələrinə ixracına kvota qoyuldu və Azərbaycandan Avropa Birliyi ölkələrinə istənilən məhsulları kvotası satmağa imkan verən GSP Plus sistemi ölkəmiz üçün qüvvədən düşdü. Xatırladaq ki, 2002-ci ildən ötən illər ərzində Avropa Birliyi ilə Azərbaycan arasında qeyri-neft sektoruna əsaslanan ticarət dövriyyəsinin həcmi azalmaqdaydı. Ümumiləşdirilmiş preferensiyalar sistemləri kimi tərcümə edilən GSP Plus sistemi iqtisadiyyatı zəif olan ölkələrə təqdim olunur. Bu sistem Azərbaycana həm həssas, həm də qeyri-həssas minlərcə mal qrupları üzrə öz məhsullarını Avropa Birliyi bazarlarına rüsumsuz ixrac imkanı verirdi. Lakin Avropa Birliyi rəsmiləri hesab edir ki, Azərbaycan iqtisadiyyatı artıq xeyli inkişaf edib və orta səviyyəli ölkələr sırasına daxil olub. Bu səbəbdən də Azərbaycan artıq bu sistemdən faydalana bilməz və 2014-cü ilin yanvarın 1-dən bu imtiyazı itirib. Öncə deməliyəm ki, Avropa Birliyinin Azərbaycanla olan iqtisadi əlaqələri GSP Plus sisteminin dayandırılması ilə keçmişdə qaldı. Azərbaycanın iqtisadiyyatı çox sürətlə inkişaf etməkdədir. Bu bizi sevindirir və müsbət haldır ki, Azərbaycan artıq GSP Plus sisteminə daxil olmayacaq. Bundan asılı olmayaraq da Avropa Birliyi və Azərbaycan arasında iqtisadi əlaqələr böyüməkdədir. Xüsusilə investisiya siyasətini qeyd etmək lazımdır. Bunları əsas tutaraq deyə bilərəm ki, ikitərəfli münasibətlərin gələcəyi çox pozitiv görünür. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2012-ci ildə Azərbaycanla Avropa Birliyi ölkələri arasında ticarət dövriyyəsinin həcmi 14 milyard dollara yaxın olub. Bu ölkələrlə aparılan ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 41,3%-ni təşkil edib. Bu GSP rejim Azərbaycan iş adamları imkan verirdi ki, təxminən 7 minə yaxın məhsulu Avropa bazarına hər hansı bir maneə və hətta vergi ödəmədən belə çıxara bilsinlər. Və təbii ki, bu Azərbaycan iş adamlarının Avropa bazarına çıxış imkanlarını genişləndirdi və birmənalı şəkildə Azərbaycan iş adamlarına maneəsiz və vergi ödəmədən çoxlu sayda məhsulları Avropa bazarına çıxarma imkanı verdi. Nəzərə alsaq ki, Avropa bazarı dünyanın ən böyük bazarı kimi qiymətlənir, yəni 450 milyondan artıq istehlakçıya malik olan bazardır. Baxımdan söhbət 450 milyon istehlakçısı olan bazara çıxış imkanlarından gedir. Amma təəssüf ki, bu ilin yanvarın 1-dən etibarən Avropa ilə Azərbaycanın yüksək gəlirli orta gəlirliyə malik ölkə olduğu üçün GSP rejimi dayandırır. Çünki Avropa Birliyi qaydalarına əsasən GSP rejim yalnız inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələr tədbir olunur və orta gəlirli ölkələrə, bu upper middle class ölkə adlandıran ölkələrə o rejim tətbiq olunur. Azərbaycan artıq Beynəlxalq Valyuta Fondunun klassifikasiyası əsasən upper middle class, yəni daha yüksək orta gəlirə malik olan ölkə olduğu üçün bu rejim artıq ləğv olunur. Və bizim qiymətləndirməni göstərir ki, GSP rejiminin ləğv edilməsi Azərbaycanın Avropaya olan, qeyri-neft sektorunda aqrar məhsullarının ixracatı ilə bağlı bir sıra ixracatı Avropa bazarından digər ölkələrə keçməsinə səbəb olacaq və bizim apardığımız modelləşmə göstərir ki, bu artıq Avropa bazarına məhsul çıxan Azərbaycan iş adamlarının bəzi məhsulları, hətta daha çox Rusiya və MDB bazarlarına çıxarması, hətta bizim modeldə məhsulların bir qisminin İsrail bazarının çıxarılması da proqnozlaşdırır ki, bu o demək ki, əslində GSP rejiminin ləğv edilməsi Azərbaycan qeyri-neft ixracatının Avropaya həcminin azalmasına gətirib çıxaracaq və iş adamları artıq daha yüngül şərtlərlə öz məhsullarını fındıq və nar suyunu Avropa bazarına çıxaran iş adamları artıq o məhsulların bir qismini Avropa bazarına deyil, digər ölkələr, məsələn Rusiya, nəzərə alsaq ki, Rusiyada həmin məhsullara tariflərin endirilməsi ilə bağlı qərar qəbul edildi və digər, yəni üçüncü ölkələrə çıxaracaq ki, təbii ki, Azərbaycanın Avropa Birliyinə qeyri-neft ixracatının azalmasına gətirib çıxaracaq. GPS Plus sisteminin ləğvi ilk öncə ixracatçılarımıza siyahı üzrə müəyyənləşdirilən Azərbaycan mənşəli məhsulların Avropa bazarlarına, yəni Avropa Birliyi ölkələrinə idxal rüsumu ödəmədən ixrac etməsinə son qoydu. Həmçinin ixrac məhsullarının idxal rüsumlarından azad edilməsinin ləğvi Azərbaycan mənşəli məhsulların Avropa bazarlarında qiymət baxımından rəqabət qabiliyyətini sıfıra endirmiş oldu. Bəs bu, Azərbaycan iqtisadi baxımdan Avropaya deyil, Rusiyaya istiqamətlənməsinə və sonda Rusiyanın həm də siyasi məqsədlə yaratdığı gömrük ittifaqına üzv olmasına səbəb olmayacaq ki?
Təbii ki, bu tam olaraq anlama gəlməməlidir ki, Azərbaycan iş adamları yalnız Rusiya və digər ölkələrə çıxıb öz məhsullarını çıxardacaq və bizim qiymətləndirmə göstərir ki, Avropa Birliyinə gedən məhsulların təxminən 20%-i söhbət Avropa Birliyinə ixrac olunan məhsullardan gedir. Söhbət sən fındıq və nar suyu ilə gedir. Onların təxminən 20% artıq digər ölkələr, xüsusən Rusiya ixrac olunacaq. Çünki Rusiyanın Ümumdünya Sərhəd Təşkilatının üzvü olduqdan sonra Rusiya tərifinin endirilməsi ilə bağlı qərar qəbul edib. Bu da bir mənalı şəkildə Rusiyanın həmin məhsulları cəlb etməsinə imkan verir. Amma biz düşünmürük ki, bu Azərbaycanın Kömür İttifaqına gələcəkdə üzv olması üçün hər hansı bir əsas yarada bilər. Çünki bütün halları nəzərə almaq lazımdır ki, Kömür İttifaqı yalnız iqtisadi bir birlik və iqtisadi bir məsələ deyil, eyni zamanda bir siyasi məsələdir. Bu baxımdan təbii ki, bu gələcək perspektivdə Azərbaycanın Kömür İttifaqının üzv olması ilə bağlı hər hansı bir bazanın yaradılması anlamına gəlməməlidir.